Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah qazilərimizi, əllərimizə, xəstələrimizə şəfa versin. Bugünkü silahlı Respublikamızın ərazi bütövlüyünü, suverenliğini qoruyan hərbiçilərimizə inşallah xidmətlərini başa vurub sağ-salamat ailə üzvlərini qoşmaqlarına arzu edirəm. Allah dövlətimizi qorusun. Ayın 25-i iyul 2026-cı il tarixdə Bakı şəhərinə gələrkən yol üstü Qobustan rayonunda şəhidimiz Azərbaycan Respublikasının müharibə veteranı Vəliyev İlyar Arifoğlu'nun qəbir ziyarətinə getdik. Qəbir ziyarətində olarkən qəbir ziyarəti edib ondan sonra da ailə üzvlərini ziyarət elədik. Və bu ziyarətdə olarkən etdiyim çəkilişi sizinlə paylaşıram. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.